Böyükçağa Mirzəzadə 1921-ci il 21 fevral tarixində Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmiş, Moskva Rəssamlıq İnstitutuna daxil olmuş, lakin 1941-1945-ci illər müharibəsinin başlaması səbəbindən təhsilini davam etdirə bilməmişdir. Böyükçağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Xalq rəssamı əmək fəaliyyətinə Azərbaycan Rəssamlıq Texnikumunun müəllimi kimi başlamış, ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Böyükçağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq əməliyyatxanasının rəhbəri vəzifələrində çalışmışdır. Yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş etdirilir. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Böyükçağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan teatrında 20-yə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da Böyükçağa Mirzəzadənin mühüm xidmətləri olmuşdur. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır. Xalq rəssamı Böyükçağa Mirzəzadə 3 noyabr 2007-ci il tarixində Bakıda vəfat etmişdir. Xalq rəssamı çoxsaylı təltif və mükafatlara layiq görülmüşdür.